Düz mən Faiq Qarayevlə uzun müddətdir tanışam polisdə. Amma talih elə gətirib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyəti dövründə biz Səbail rayon polis idarəsində demək olar ki, 10 ilə yaxın, 90-cı illərdə 10 ilə yaxın müddətdə bir yerdə çalışmış. Faiq haqqında mən çox danışa bilərəm. Yəni onun deyək ki, əməliyyat işi ilə əlaqədir. Onun əsas sahəsi mütəşəkkil cinayətkarlıq və iqtisadi cinayətkarlığa qarşı mübarizədir. Çox deyərdim ki, Respublika səs salan cinayətlərin açılmasında iştirak edir. Faiq də əvvəl mütəşəkkil cinayətkarlığa qarşı mübarizə qrupunun rəhbəri kimi, sonra Səbail rayon polis idarəsinin qərargahının rəisi kimi çox fəal idi bu məsələlər. Ən çətin işlərin təşkilatı məsələlərini ona tapşırır. Qərargah Faiqin rəhbərliyi altında. O eyni zamanda növbətçi hissələrə nəzarət edir. Növbətçi hissələrdə qərargah rəhbər kimi çox yüksək səviyyədə öz işini aparır. Vətəndaşlara qayğı, onların qəbulu, onların dinlənməsi, onların şikayətlərinin qəbul olunması, vaxtında o barədə tədbirlərin görülməsi o qədər də asan məsələ deyil. Bu gün də o problem olaraq qalır. Amma həmin o Qarayev, Faiq bu məsələlərdə çox fəal. Bütün bu proseslərin içərisində biz Səbail rayonunda 95-ci ildə idarənin şəxsi heyətinin iclasında qərar qəbul elədik. İclasın qərarı ilə Heydər Əliyev məktəbi açdıq bizim polis idarəsində. Hər ayın 10-u səhər saat 10-da Heydər Əliyev məktəbinin seminarı keçir. Hər ayın 10-u səhər saat 10-da. 95-ci ildən başlayaraq ta 2003-cü ilə gedir. Təsəvvür eləyin ki, nə qədər seminar keçir. Və bu seminarların hazırlığı, və bu seminarlara bizim ziyalılarımızın dəvət olunması, tapşırardım həmişə Faiq Qarayevə, bir də bir komandiri rotamız vardı, Şamil Seyidoğlu'na ki, bunları təşkil eləsin. Yüksək səviyyədə təşkil olunur və yorulmaq bilmədən işləyən. Yəni, rəhbərliyin etimadını həmişə doğruldur. Kollektivdə də onun hörməti vardı. İctimai işlərin təşkil olunmasında böyük fəallıq göstərən bir adamdır. Eyni zamanda polisdə işləyərkən elmi yaradıcılıq fəaliyyəti ilə məşğul olurdu. Çoxsaylı kitabların, əsərlərin fəlsəfi, iqtisadi, siyasi, eyni zamanda polisin fəaliyyəti ilə bağlı, gənc nəslin tərbiyəsi ilə bağlı əsərlərin müəllifidir. Mən hesab edirəm ki, bu günləri seçki prosesində fəal iştirak edir və öz namizədliyini verib, öz doğulduğu, yaşadığı rayondan o layiqdir deputat olmaq. Və onun fəaliyyəti həmişə insanlara kömək eləmək. Ona görə də mən ona uğurlar arzulayıram. Mən də olan seçicisi deyiləm və məni tanıyan insanlar da orada var. Olan polisində də, vətəndaşları arasında da. Mən inanıram ki, Faiq Qarayev deputat, yəni Milli Məclisin üzvü seçilərsə, seçicilərinin və ümumən vətəndaşların etimadını doğrultmaq iqtidarında olan bir şəxsdir.